Hamınıza salam dostlar. Bugün sizlərlə bir yerdə Minecraft 1.20.4 sürümündə Survivor atırıq. Gördüyünüz kimi biraz gelişmişəm, biraz yana çox gelişmişəm. Səbəbini deyim, mən 1.20.4-də Survivor atırdım. Birdən ağlıma gəldi, dedim bəlkə video çəkim. Sonra fikirləşdim ki, belə çox gelişmişəm. Dedim heç bir şey olmaz. Və videoya başladım. 1.20.4 sürümü dediyim kimi 1.20'də də gələ bilərdi. Bəlkə bunu sonra güncəlləyib bunu sonra güncəlləyib şey edərəm 1.20. Buna baxarıq da, yəni eləyə bilərik. Və buradan müzik və seslərdən biraz ana səsi qısım, düşman canlılar da qısım. Hava durumu, tutular, dostlar, müzik nota bunu sıfır edək. Oldu. Ayarlara deyəmirəm o sözü. Ayarlarımızı elədik. Oy bulu. Babat creeper partladı. Hop, bunu da tez etdik. Sən də ölmək istəyirsən. Bunu belə 10 dəqiqədən artıq eləməyəcəm. Çünki ilk bölümüdür deyə. Amma ikinci, üçüncü bölümlər təbii ki də bir 20 dəqiqəyə olacaq. Bir də dostlar Tovni xalam təşkillər. Ya tarih yazacağız ya da tarih olacaq. Oha. Gəl, sizdən qorxan sizin kimi. Oha, yaxşı. Öldüm. Nəysə. Ölə bilərək. Ancaq yaxşı ki, inventary koru var. Bura düzəldən. Üç belə qoymuşdum bu sandığı. Inventary koru var idi onsuz. Bir dənə şey verək, gecə görüşü. Gecə görüşü onsuz da verməliyik. 27 dəqiqə nədir Allah? İndi bir şey çağırmaq istəyirəm. Buralı bir dənə qəşəng bir dənə juvo ev düzəltmək istəyirəm. Bu yerdə doğulmuşdum. Mən çox pis yer idi. İndi biraz bəlkə trident axtarım. Trident nədir? Zırh şeyi. Nə idi o şeyin adı? Yadımdan çıxdı adı. Belə zırh süsləməsi, zırh süsləməsi tapım. Gəmilərdən çıxa bilər. O tapınaq çöl tapınağından çıxa bilər. Onun üçün çöl lazımdır. Köylərdən çıxmaz. Nə çıxa bilər də. Mən biraz irəliləyəcəm. Əgər normal belə işə yarayacaq bir şey çıxsa, video davam eləyəcəm. Gördüyünüz kimi dostlar, hardasa bir yarım saat ilerlemeden sonra köyü tapdıq və həm çöl var, həm də burada meşəli şey var, jungle var. Jungle'dan jungle piramidi tapsa oradan da şey çıxa bilər, zırh askısı. Buradan da piramid tapsaq zırh askısı, zırh süsləməsi çıxa bilər. Başlanğıc nöqtamızı buraya eləyək. O kürsü qalsın bu. Kürsü qalsın. Yalnız bu köydə olacaq. Yatağın birində alaq. Bir də doğrudan bu köydə dəvə var, dəvə. Dəvə çox yaxşı olar, amma yer lazım olar da. Dəvə. Bomba kimi. Yer tapsam nə yaxşı olar ala. İndi buradakı mən şeyləri alacağım, amma craftingim yoxdur. Düşünüyor musun çevirək? Hop. Belə, daşım yoxdur ki. Dəmir də eləyək. Dəmirim də çox olmasa da genişlədirəm. Buna at. 23 dənə kemiğim var. Ay maşallah. Buradan bir dənə su alaq. İndi bununla deyiləm, mənim envanterdə çox yer tutacaq da. Uy, qır. Demir golemi də yiyəcəm indi.
Qəşəng, qəşəng, qəşəng. Ye. Qəşəng oldu. İndi gördüyünüz kimi dostlar, videomuza qaldığımız yerdən davam edirik. Mən belə full elmas set olmaq istəyirəm. Ancaq indi də madənə getmək istəyirəm və gördüyünüz kimi sadəcə zırh süsləməsi eləmək istəyirəm bütün zırhımı. Sadəcə göğsümdə belə zümrüt kaya zırh süsləməsi var. Onu da dediyim kimi spawnerdan tapmışdım. Zırh süsləmələri bəzi piramidlərdən çıxa bilir, spawnerlardan çıxa bilir. Ən nadiri antik şehirdəki zırh süsləməsidir. Gəlin sizə göstərim. Bu aşağıya gəldikdə hansıydı o? %5% var idi. Mən bütün zırh süsləmələrini almağa çalışacağam. Bütün zırh süsləmələrini alacağam. Burada biri var idi, %5. Bu da bulunduğu antik şehir. Bu da %5% şansdan çıxa bilir. Başqa bir də bu yağmacı karakollarından çıxan %5%. O ikisini də alıb zırhıma qoymaq istəyirəm. Yəni elə biraz göz yeməyim çox azdır, biraz yemək edeyim. Sonra gedək. Ancaq onda mən birinci elmas set oldum. Çünki elmas set olacaq. O stedratik yüksəldən də olacaq. Bir də olsa 1.20, 1.5 sürümüdür. Bildirim onu sizə. 1.16.5'də hardcore bəlkə daha devam etdirməyə bilərəm. Yəni buradan girək madənə. Bir dənə gecə görüşü verək. Çünki meşale qoymaqda zəhləmlidir. Yoxsa normalda qoymaram. Eləmərəm görüşü. Dəmirdən niyə qırıram olar? Nəysə dəmir qırılsın. Yəni bir dəfə birə qıracam. Ərinəm 2 blok qırmağa. O çakıl ala. İndi mən neçənci katmandayım? Mən 36-cı katmandayım. Mənfilərə düşməliyim. Nə qədər də... Püf! Oha, qışıb bir dənə madən tapdım. Yerdən doğulaq. İndi gedək o madənə. Hardan girmişdim? Buraqdan yatdan girmişdim. Buraqdan yatdan girmişdim. Bura. Suyumuzu qoyaq. O tutacağım ona. Hop. Oldu. Siz də rahat olsun özdə gecə görüşündən. Optifine yoxdur, yəni 1.20, 1.5'də. Yoxsa Optifine indirərdi. Bu dəmir kazma qırılsın, qoy dəmirdən qıracam. İndi blokum var, kırıq daş. Kırıq daşla qalsın, bunları şeydim. Bundan qutarsın. Orada. Dəmirləri alacam, yəni məntiqə. Ürsiyyat düzəltmək üçün dəmir lazım olacaq. Həm dəmirim çox azdır. Qumun üstünə atlanan deyiləm. Yəni o qədər səfih deyiləm. Bakır. Püf. Bakır sıqqana biraz alacaq. Bakır çox almayacaq. Biri burada şeyler alacaq, ötəcək bəsdir. Zırh süsləməsi üzrə o dəyişik qumlardan da çıxır. Bu videonu onu çox uzun eləmək istəmirəm. Madənə girdik. Qalxanımızda. Bir an elə bildim qalxanım yox deyə. Madən qəşəng dərinə getmir deyəsən. Bunlar da bundan qırmaq 50 il vaxt istəyir. Nəsə o qədər geç qırmır. Mən bildim geç qırır. Dediyim ki 1.16.5'də hardcore davam etdirməyəcəm. Bəlkə elə 1.21.5'də hardcore atarıq. Yəni onun finalını eləməyəcəm. 1.16.5'in finalını eləməyəcəm. Bir dəfə nə 1.21.5 deyəcəm finalı. Bu nöqşə yekə madəndir.
Oradakilərə mən sataşmayayım. Mən burada öz yol. Son anda tutucuydım qalx, ancaq öyrənməsə. Buradan oturaq yemək yiyir. Ekmek de 50 lira oldu. Elmas burada hala. Orada bir şey cevap falan değil. Şeye bak, ben oraya gidenden sonra video devam edeceğim. Gördüğünüz üzere buradaki elmasları aldım ve 4 cile elmas çıktı sadece. Bunu 4 cile elmas az diye aslında. Bence az 4 cile elmas. Buradaki envanterine bir de taş götürürüm. Buradaki demirleri de alacağım. Demir kazma da kırmamı söylediğim gibi demir kazma kırılsın. Defene elmas işlerim. Hop bıraktı. Orada altını da aldı. Yani altın da lazım olabilir. Altın lazım olar. Ne lazım da böyle geldiğin şeyi çölünü çevirende veyahut adi altın elma düzeltərəm belki şeye gidende ha antik şehre gidende. Hop. Antik şehre geçsem orada altın elma yiyeceğim. Lazım olacak yani. Vurdun elə bir artık değil. Orada bir tane küçük yiyecek ölecek. Hop hop hop. Bir de madenden çok sızmak istemiyorum. Hop. Çünkü ben artık bir 2-3 saat maden eləm. Kırık taş. Ben bu skinim niye değişti? Ben başka skinim var idi. Dostlar böyle bir spawner tapdım ve buradaki sandıklardan inşallah bir şey çıkar. Zırh sistemisi. Açtım. Çoklu atış almayacağım. Arbaletim yoktu onsuz. Barutu da almayacağım. Müzik diskine lazımdı ve eğer deviye minebileceğim. Bomba kimi. Eğer süper oldu. Bir de ipi var. Olsa ip lazım değil. Ha bu kadar. Buradan da lootladık. Attığım zibilleri sen almayayım. Her yol. Bomba patlamasın da day. Bile buradan gelmemiştim ben. Sen bana herhalde gitti bu da. Sizi bil. Cam sudan bütün sibil olduğu su. Elmas. O iskeleti gördüm, yanıma gelsin siz edeceğim. Seni öldüreceğim ama seni öldürem rahat taşısın da. Onu da gidip öldüreceğim. O çok kaşışıydı. Ben ilk o gələndə deyirdim çok lazım siyasət. Ancaq bu sıradan tabelaları boyamaq məndə çox yaxşı şey oldu. Ben o ilk gələndə deyirdim nə lazımsız yaratıq da bu. Ama sonra gördüm ki çok qəşəng şeydi. Tabelaları boyamaq çok qəşəngdi. Bu kadar çiçil ha. Neyse buna da şükür. Püf. Niye yemirəm mən bu emojini? Video değil yemirəm tək. Hara gitti bu kişi? Ölüb neyse. Parlayan mürekkep balığı. Orada biri de var. Gördüm aşağıda. Gene elmas. Allah. Vallahi Allah. Bir çıxmanın imkanı yoxdur. En max 2 tane çıxabilir. Bəxt. Çox şanslıyam. Nasıl ürpərtici səs. Buradan biraz obsidyen kırım. Ben buradan bir 15 tane obsidyen kırımdan sonra video devam edeceğim. Gördüğünüz gibi dostlar 14 tane obsidyen kırdım ve demir kazmada kırıldı. 5-6 tane taş kırdım dün Demir kazmada kırdığımız üzere da elmas sistemden istifade ediyor.
bilərik. Bu moda ne üçün moda? Qəşəng modadır. İndi bir masa siləcəm və Nether'a getsəm. Nether aslında o kadar da. 7 tane elmasım oldu. Buradan direkt bir tane bir tane pantolon ediyək. Düz razım yerime otursun. Look oturdu əla. Gördüğünüz gibi dostlar, buradan gene madene devam edirik. Buradan biri ilerleyək. Buradan ara gedir. Ben buna göre geldim. Diyen bir yere ya da çıkar. Arkadaşlar ilerleyək. Yine bırakırıq hareket et. Burada bir yere getir. Böyle sonu olacak yani sonu. Kızıl taş aldı. Ay. Otumsan. Ağla. Tüf yer. Burada elmas sıkıntı. Kızıl taş mənim nə işime yarayabilir? Bence hiçbir işime yaramaz. Yine de ağladım. Belki zırh süslemesinde qəşəng göstərir. Baxacağım. Lapis görmüştüm. Ben lapisi niye almadım? İndi kask 9 tane elmas lazımdı bana. Ümumi. Bir baltamı deneyeceğim. 12 artık 15-16 tane demir elmas lazımdı. Burada bir şey de en yere getirir. Salam aleyküm. Tüf. Püf. Burada bir yere gitmemiş. Püfü çıktı. Test ha. Nerede ona böyle versin? Püf. Yine bir yere getirmiş burada. Püf. Kabağımı bağladım. Bugün çok püflüydü. İskelet sesi gelir. Çok heyecanlı elədim. Maden yüzündə harda bir şey diye. Başka bir şey kaldı. Bütün madeni sömürdüm diyesen. Bura gelmemişim. İnşallah sonra bir yere gitti. Ben diyeceydim ki gedirmiş. Hop. Şimdi blok kırık taş. Bunu atın bana. Oy. Şey. Bloklarımızı götüreç. İnşallah bir yere gider acele. Yine boşluğa gitmek istemiyorum. Sonu olan bir. Cidden bütün blokları boş işlettim. Neyse etrafımda blok var olsun. Buraya bir yere gitmiş. Buradan bloklarımızı aldık. Köşe. Koy. Bura bir yere getirmiş. Demek ki hiç yere getirmir bura. Ay bu ye. İni qaytala. Qayıt. Ben benim normal bir tane qəşəng maden tapandan sonra video devam edeceğim. Gördüğünüz dostlar bir tane maden taptım ve burada spawner'dan 2 tane yer çıktı. İkisini de aldım. Bu qəşəng bir yere gedir. İnşallah. Elmas set lazım. Çünkü bir yaxdan da elmas tapamdır hə. Hesablarım oynadı. Mənə elmas lazımdı. Mənə qəşəng bir elmas lazımdı. Qəşəng. Juvo elmas lazımdı. Ooo geçerdi bu mağaradan. Buradan inşallah elmas çıkar. Sen çıkartmadı. Menfüt. Menfüt elmas çıkabilir. Sen biraz aşağı yönetemi. Lapisi aldım. Mahveciler. Çünkü lapisi bana lazım olacak. Büyü masasında. Ahır. Bura demek çok bir pis bir yere çıkmasın pis yere. Üstünde aksolotl yeri var ya. Mineshaft. Allah. Oha. Ekran şey oldu ondan.
Gör ne var burada? Zibil. Burada yanında biraz yemek yedim. Çünkü orada biraz çok yaratık var idi. Anne tere geldim ben ha. Öyle biraz normal ayı. Bu ciddi. Buradaki ne yapsın öldürdüm ve buradaki artık elması. Allah bak yine bir elmas sıktı. Ha yok çıkıyor. Oo var. Oha. Bu nedir? Oha. Allah'a and olsun ben bunları özüm koymamışam. Allah hakkı deyirəm, anama canı and olsun. Bunları heç kimi koymamışam. 16 dənə. Əslində belə şey var, ancaq çox belə düşük şansdandır. %1%. %1%'den çıxartdım. Kesin ötəcəklər belə. Qəşəng, nətər çıxdı ola? Devamı yəqin ki olmaz da. Olmaz devamı. Bomba kim oldu? Örümcək gözümə hiçbir işime yaramaz yəqin ki. İnşallah yaramaz. Sonra peşman olmayayım. 2 tane demir tapam var. Gerçekten madende kalmayan bir şey kalmadı ki. Bir tane de elmas. Balta eləyək. Bir tane de kılıncı da tatır. Bir şey gelmedi. Bayan demir set olduğum, full elmas set olduğumuza göre videomu bitirebilirik. Ben video dışında elmas kasaram, bilmirəm. Çok kassam da bir 5-10 tane kasaram. Yani ki digər bölümdə zırh sistemisi tapmağa çalışacağım. Zırhımı full zırh sistemisi eləyəcəm. Sonra bəlkə netherite keçərəm. Try symbol axtararam. Neyse onlar digər bölümlərdə olacaq. Bu elmas tapıq nə asandır ola. Onun yanında partlama. Zındırlara bak Hərəsi bir tərəf. Ooo 6 elma. Cadırın nətər güllə cadır. Orada ne söyledi? Hop burada. Biraz burada sandık. Sandık niye açılmış ha? O gene altın elma. Biraz kömür de alaq. Envanterinde boş ne eşya var? Çita ataq. Sonra başka atacaq bir şey yoktu ki. Endirmada yek. Batlı olun. Şey, dostunu da öldürür. Maşifin koordinatı alabilirim aslında. Ancaq maşif mənim nə işime yarayacaq. Onu təzən gəlib taparam. O da çox da bir şey yok imiş maşifdə. Valla çox bir şey yoktu. Yok hiç de yoktu. Bari prosta böyle simetrik etikiden oldu. Qəşəng. O getdikcə gedir. Gittikçe gelir. Biraz muhaşifte. Buraya bakaq. Ha gittikçe gelir. Ya sonu buymuş diyorsun. Aa. Qəşəng. Mürekkep balığı ölü, parlayan mürekkep balığı. Aksolot yer tapdım ya. Aksolotun olduğu araziden. Ben size hiç bulaşmıyorum. Bana busladı. Allah canı sağ olasın.
Bakın onda videomu bitir işte. Ay böyle. Onu dostlar videomuz bu kadar olsun. Bunun devamını istiyorsanız aşağıdan video like kanala abone olmayı unutmayın. Diğer bölümde biz bütün zırhımızı zırh sistemi silmeye çalışacağız. Onda bye bye.